Salamlar, videoya xoş gəlmisiniz. Bu videoda biz sizinlə 11-ci sinif üçün nəzərdə tutulan 2025-ci il dim yeni toplunun passive voice, yəni məsum növ mövzusuna baxacağıq. Mövzuya baxmazdan əvvəl mən sizə öz dərslərimlə bağlı bir məlumat vermək istəyirəm. Hal-hazırda onlayn dərslərim yoxdur. Şərhlərdə yazıb məlumat almaq istəyənlər var. Sadəcə olaraq onlayn dərslərim esse və sınaq qrupları olacaq ki, yanvar ayından başlayır. Həftə sonları keçiriləcək. 6 və bazar günü bir gün esse dərsi, esse mövzusuna ayrılmış dərs, digər gün isə sınaq göndərəcəm sizə, ümumi sınaq. O sınaq işləniləcək və yoxlanılacaq, suallar müzakirə ediləcək, mövzuların təkrarı olacaq. İndi bu haqqda mən sizə daha detallı məlumat vermək istəyirəm. Özüm haqqda burada qeyd etmişəm. Oxuya bilərsiniz. 5 illik pedaqoji təcrübəm var. Marketing müəllimi olaraq çalışıram. MEQ imtahanında 92,5 bal yığmışam. Beynəlxalq sertifikatım var. Tiketi 1 və tiketi 2. Dərslər haqqında deyim ki, bayaq da dediyim kimi, həftədə 2 dəfə keçiriləcək. Həftə sonları bir gün esse, bir gün sınaq ayrılacaq. Onlayn format olacaq dərslər. Və daha detallı məlumat almaq istəyirsinizsə, Instagram səhifəmə keçid edib baxa bilərsiniz və oradan mənə yaza bilərsiniz. Daha detallı məlumata gəldikdə isə esse qrupu haqqında. Buraxılış imtahanına uyğun 5 cümləlik, burada 5 cümləlik yanlış olub 3 cümləlik, yəni ən az 3 cümləlik esse modeli öyrədiləcək. Yəni daha geniş də təbii ki yaza bilərsiniz, sadəcə minimal olaraq qeyd olunub. 50 mövzu üzrə əsas söz bankı veriləcək. Bundan əlavə olaraq hər dərsdə real esse yazacağıq və onu yoxlayacağıq, bir yerdə müzakirə edəcəyik. Bundan əvvəl dərslərə başlamazdan əvvəl mən sizə video dərslər göndərəcəm, necə yazmaq lazımdır, nələrə diqqət etmək lazımdır, meyarlar və s. haqqında, hər bir haqqında detallı məlumat verəcəm təbii ki sizə. Hər dərs esse yazacağıq, esselərə uyğun sözlər göndərəcəm. Bundan əlavə olaraq şagirdin fərdi zəif tərəflərinin müəyyənləşdirilməsi, isə qrammatika, struktur, fikir ardıcılığı və s. bunların müəyyənləşdirilməsi, geri dönüş verilməsi hər bir şagirdə fərdi olaraq yanaşılacaq təbii ki. Qısa müddətdə esseni yazmaq, mən şagirdlərimdə müşahidə edirəm, esse yaza bilənlər üçün də çoxdur. Amma elələri var ki, məsələn, esse çox vaxtları gedir və buna görə də digər suallarına, qrammatika suallarına və s. kifayət qədər vaxtları olmur. Bu dərslərdə mən sizə qısa zamanda esse yazmağı da öyrədəcəm. Bundan əlavə olaraq yazılan esselər məndə saxlanılacaq və inkişafınızı göstərəcəm bir müəyyən dərslərdən sonra. Bundan əlavə olaraq sınaq dərslərində isə ümumi sınaqlar göndəriləcək, sırf imtahan formatında və sınaqları işləmək üçün sizə müəyyən müddət veriləcək. Müddət bitdikdən sonra cavablar yoxlanılacaq, düzlərinizin sayı müəyyənləşdiriləcək və mən sizə izah edəcəm bütün sualları detallı şəkildə. Eyni zamanda mətin suallarda xüsusilə şagirdlərdə çətinlik yaradır. Bu haqqda da detallı hər şeyi öyrədəcəm. Meyarlar əsasında ki, necə yazsanız cavabınız doğru olacaq, necə yazsanız balınız çıxılacaq və s. hər bir haqqında geniş məlumat verəcəm. Yenə də deyirəm ki, daha detallı məlumat almaq üçün Instagram səhifəmə yazıb məlumat ala bilərsiniz. İndi isə gəlin keçək testimizin izahına. Deməli, birinci sualımıza başlayaq. İlk olaraq nəqli cümlələrin passiv voice məsum növə çevrilməsidir. Baxırıq, ilk öncə əgər variantlarda olsaydı, the mice mübtəda eyni qalsaydı, onları çıxacaqdıq, amma yoxdur. Onda nə edirik? All the rice tamamlığımızdır, mübtədanın yerində yazdıq. Hər birində all the rice cümlənin əvvəlindədir, əla. İndi baxıram xəbərimə. Qələmi nazildir. Baxıram xəbərə. Xəbər baxın 8 keçmiş zamandadır. Keçmiş zaman deyəndə yadımıza düşəcək was, were. Digərlərini çıxıram. Was, were, B və Y variantındadır. İndi artıq was'un və were-ün işlənməsi mübtəda xəbər uzlaşmasıdır. Rice sözü sayılmır deyə were yox, təkdə was olar. E variantı doğru cavab olacaq. Gəldik ikinci suala. Belə daha yaxşıdır. İkinci suala baxırıq. Yenə də hər birində a lot of meat ilə başlayır tamamlıqla. Bu hissə doğrudur. Xəbərə baxırıq sold. Sell feilinin keçmişidir. Bu da keçmiş zaman olduğu üçün bizə was were lazımdır. Digərlərini çıxdım. Baxıram yenə də meat sözü sayılmayan olduğu üçün were yox. Was işlənərdir təkdə C olacaq doğru cavab. Üçüncü sualımıza baxırıq.
Aha, baxın, ən birinci Y variantını çıxırıq, çünki mübtəda dəyişməyib, dəyişməli idi. Tamamlıq mübtədanın yerinə, yəni cümlənin əvvəlinə gəlməli idi. Ona görə E variantını çıxdım əvvəlcə. Sonra xəbərə baxıram, win fe'linin keçmişidir. Ona görə indiki zamanını, bitmişi də çıxdım, was were-ü saxladım. Mübtəda as the price təkid olduğu üçün was olacaq. Doğru cavab A variantı. 4-cü sualla davam edirik. Aha, hər biri milk ilə başlayır, əla. Xəbərimizə baxırıq, sell, indiki zamandır. İndiki zamanda bizə lazımdır am, is, are. Digərlərini çıxıram. Olacaq Y variantı doğru cavab. 5-ə baxırıq. Aha, Z olan, eyni olanı çıxdı mən birinci A variantın, digəri qalsın. İndi baxıram xəbərimə invite. İndiki sayda zamandır. Dedik, indiki sayda zamanda am, is, are. Bunlardan biri lazımdır. Əmizar olan da B və C variantındadır. İndi baxaq görə fərqləri nədir? Oxuyuram, I am often invited. Birində zəm var, birində yoxdur. Bəs bu zəm nədir? Mübtədanı demişdik ki, cümlə sonuna keçiriləndə şəxs əvəzi obyekt halı keçir və əgər canlıdırsa by ilə keçir, yəni əvvəlində by olmalıdır. Cansızdırsa with-lə. Burada da canlıdır. Olmalı idi ki, I am often invited by them to their parents. Ya da sadəcə bu zemi yazmazdım. B variantında olduğu kimi yazardım. 6-cı suala baxırıq. Aha, mübtədaya görə heç birini çıxmıram. Hər biri qalır. Xəbərimə baxıram, picked, ed var. Sadə keçmişdi. Mənə was were lazımdır. Digərlərini çıxacağım. İndi baxıram, berries cəmdir deyə were olacaq. B variantı. Tək yox. 7-ci suala baxırıq. Aha. The representatives eyni olan, baxın budur, A-nı çıxdım, çünki mübtəda eynidir, olmaz. Gəlin digərlərinə baxaq. Aha, a lot of problems hər birində qalır. Xəbərimiz nə idi? Xəbərimiz discussed, sonda ed var. Keçmişdə was were lazımdır bizə. Gəlin baxaq was were-ümüzə. Baxın, hər birini çıxıram, sadəcə were C variantındadır. 8-ə baxırıq. 8-də yenə də baxın, The Gardener olduğu kimi qalıb A variantında çıxdım. Digərləri doğru cavab ola bilər. Planted, sonda ed var. Bildim ki, sadə keçmişdi, mənə was were lazımdır. Bu ikisini də çıxdım. Qalır C və D. Trees cəmdir deyə were olmalı idi, yəni C variantı. Davam edirik 9-cu sualla. Mübtədaya görə heç birini çıxmırıq, onda xəbərə baxırıq. Assisted. Eddən bildim ki, sadə keçmişdi. Was were lazım olacaq, o da D variantındadır. Burada ümumiyyətlə yoxdur, burada will-dir, have-dir, am-dir, olmaz. Ona baxırıq. Aha, mübtədaya görə heç birini çıxmıram. Hər biri the kitchen-la başlayır. Baxıram xəbərimə cleaned, ed var, was were lazımdır. Burada ümumiyyətlə yoxdur. Qaldı A variantı. 11-ci suala baxırıq. Aha, Jane's bag, somebody, baxın somebody dəyişməyib, B-ni çıxdım. Digərləri qalır. Took. Take fe'linin keçmişidir. Took, ona görə götürəci was və were. Bu isdir, bu da has'dir. Qaldı A və D variantı. Gəlin baxaq fərqinə. Aha, baxın burada bin var. Bin işlənməz. Bin ancaq have, has, had ilə işlənər. Baxın. Have, has, had ilə işlənir bin. Qalan digərləri was-dur, is-dir, am-dir, hər nədirsə, will-dir, heç biri ilə bin işlənməz. Sadəcə have, has, had ilə. 12-yə baxırıq. 12-də aha, the mice ilə başlayır. A və B variantı çıxıram. Çünki dəyişməli idi. Şərtdəki cümlə ilə eyni başlaya bilməz. Əgər mübtədadırsa. Mübtədası eyni ola bilməz. All the cheese olacaq mübtədam. Have eaten. Baxın, bitmiş zaman. Have eaten. Ya olacaq have been eaten, ya da has been eaten. Mübtədadan asılı olaraq. Mübtədam təklidiyə has been eaten olur. Bitmiş zamanı məchulu sadəcə bin artırmaqla düzələcək. E variantı. Davam edirik 13-cü sualla. Deməli, baxırıq. Aha. Hər biri şu ilə başlayır, heç birini çıxmayacağım. Xəbərə baxıram. Left, leave fe'linin keçmişidir. Was were lazım olacaq. Is, has, bunları çıxdım. Burada heç nə yoxdur. Burada da həddir. A olacaq. 14-ə baxırıq. Aha, hər biri qalır. Mübtədaya görə heç birini çıxmıram. Baxıram onda xəbərə has shown. Biz dedik ki, has shown ya has been shown olur, ya da have been shown. Yəni bura bin artıracağım. Mübtədadan asılı olaraq have, has olacaq.
İkisindən biri. Had yox, was da yox, am da yox, will da yox, a olacaq. A ilə have uzlaşır, has yox. 15-ə baxırıq. Hı -hı. 15-də baxıram, burada şərtdə vidi, burada da vidi. Olmaz. Çıxdı. Qaldı digərləri. Xəbərə baxıram, used, ed. Keçmişdi, was, were olacaq. Yəni, C variantı is-dir. Has da olmaz, has da olmaz. Burada bu niyə yarısı düşməyib? Burada. Baxırıq bura. Aha, baxırıq 16-ya. Deməli, looked ed var, keçmişdi, was, were lazım olacaq bizə, digərləri yox. Was-la da bin işlənməz dedik, olacaq C variantı. 17-ci suala baxırıq. Aha, use indiki zamandır, indiki sadə zaman və bizə lazımdır əmizar. Burada ümumiyyətlə to be yoxdur. Burada was'dur, burada da has'dir. Is olanlar budur. Burada da bin olmaz. Çünki bin dedik, yalnız have, has, hadlə işlənir. Is ilə bin işlənməz, olacaq A variantı. 18-ə baxırıq. Aha, baxın, mübtədaya görə birinci çıxırıq. Sonra xəbərə baxırıq. Dedik, burada sadəcə bin artıracağım. İndi ya has bin olacaq, ya have bin olacaq. Zaten də bir dənə have bin var. O da V ilə uzlaşan have'dir. Has ilə uzlaşan he şeydir. 19-a baxırıq. Aha. Deməli, Ted ilə başlayan səhvdir. Baxın, Ted ilə başlayan səhvdir. Xəbərə baxıram, has met olacaq, has been met ya da have been met. Yəni, bin olmalıdır. Bunu vozu çıxdım, hadi də çıxdım. Bizə have, has lazımdır. İndi tapdıq ki, bu ikisində var has. Burada da bin yoxdur. Dedi ki, olduğu kimi qalmazsa, bin artırmalıyam. Olacaq B. 20-yə baxıram. Zey olan yoxdur. Ona görə mübtədaya görə çıxmıram. Xəbərə baxıram. Have settled. Olacaq have been settled ya da has been settled. O da D variantındadır. Burada bin yoxdur. 21-ə baxırıq. Aha. Mübtədaya görə çıxmıram. Xəbərə baxıram. Promised, ed var, keçmiş. Was, were lazımdır. Bu çıxdı. Qaldı C və D variantı. Was, were. Aha. İndi baxırıq. Sadəcə fərq buradadır. Zemdə. Baxın, Z-yi cümlə sonuna keçirdi zemlə. Biz dedik, necə keçirdi? Keçəndə mütləq by ilə ya da with ilə keçməli idi. Yəni, by olmalı idi. Yoxdursa, heç nə olmaz. Yəni, D variantı. 22-yə baxırıq. 22-də deməli, mübtədaya görə çıxacağım yoxdur. Xəbərə baxıram, ed. Keçmişdə was, were lazımdır bizə. Bin də işlənməz was-la olacaq D. Baxırıq. The representatives eyni olan çıxdıq. Baxın, bu çıxdı. Vəsə. İndi baxıram xəbərə. Have signed. Olacaq have been signed ya da has been. Have been, has been. Baxıram bura. Haddir, were-dür. Aha, have been, has been. İkisi də var. Onda nəyə baxacağıq? Mübtədamıza baxacağıq. Yəni uzlaşdıracağıq. Baxın, deyir ki, ümumiyyətlə mübtəda xəbər uzlaşmasında biz deyirik ki, söz önü varsa, mübtəda hissəsində söz önündən əvvələ baxırıq. Many contracts. Cəmdir deyə have olacaq. Bu qəşəng sual idi. İki mövzunun birləşməsi. 24-ü baxırıq. 24. Mübtədaya görə heç birini çıxmıram. Hər biri he ilə başlayır. Onda baxıram xəbərimə have told. Olacaq has been told. Çünki he-dir. He ilə uzlaşan has'dir. Was olmaz, had olmaz, isə had olacaq. A variantı has been told. 25-ə baxırıq. 25-də, aha. Mübtədaya görə çıxacağım yoxdur. Xəbərə baxıram. Onda has shot olacaq. Has been shot. Had olmaz, was olmaz, had olmaz. Olacaq C. 26. Aha. They have used. Mübtədaya görə heç birini çıxmıram. Onda xəbərə baxıram. Have used olacaq. Have been used. Haddir, were-dür, are-dır, haddir. C variantı have been used. 27-yə baxaq. 27-də deməli, baxın, mübtədaya görə Z eyni qalanı bunun çıxdım. Digərləri qalsın.
Sent. T varsa send indiki zamanda D-nan olan. Sent keçmişdir. Keçmişdirsə was were lazımdır. Baxın burada are-dır, indikidir, am da indikidir. Qaldı was. Burada binlə işlənməz dedik, olacaq bəy. 28-ə baxırıq. Aha, mübtədaya görə heç birini çıxmıram. Xəbərə baxıram. Ed var, was were lazımdır bizə. Was were də bu ikisindədir. Binlə də işlənməz. Was olacaq C. 29-a baxırıq. Next parents. Eyni olan varmı? Yoxdur. Hamısında next proposaldır. Next proposal yazmağı hizdir da. His deyəndə onun, yəni Nick'in. Söhbət Nick'dən gedir. Ona görə hər biri next proposal-la başlayır. Accepted ed keçmişdi. Bizə was were lazımdır. Proposal təkdir deyə was lazımdır. Digərlərini çıxdım. Burada heç nə yoxdur. Qaldı B və Y. Binlə işlənməz was olacaq B. Otuzda baxırıq. Aha. 30-da Y variantı yoxdur bu arada. Z, mübtəda Z ilə olan. Bir də Y-yə baxaq. Yeni bəri başdan çıxar. Was-la bin işlənməz. Rahat bu tərəfdə sualımızı işləyək. Mübtədaya görə heç birini çıxmıram. Xəbərimə baxıram. Ed var, was were lazımdır. O da sadəcə D variantındadır. Baxırıq 31-ci suala. The granny ilə başlayan yoxdur. Variant çıxmıram mübtədaya görə. Xəbərimə baxıram. Showed, ed var, was were olacaq cavabımda. O da Y variantında da heç biri yox. Baxırıq 32-yə. Aha. Will send. Yadınızda qalsın. Will olacaq will be ilə. Will be sent. Bu da participle to'ya keçəcək. Will be sent sadəcə D-dədir. B-si yoxdur. 33-ə baxırıq. Aha. Mübtədaya görə çıxmırıq heç birini. Cleans indiki zamandır. İndiki sadə zaman. Əmizar lazımdır bizə. Digərlərini çıxdım. C və Y variantı qaldı. Baxın, is being. Being davam edici zamanda işlənir. Bu isə sadə zamandır. Ona görə bunu da çıxdım, qaldı C. 34-ə baxırıq. Karolla başlayan D-ni çıxdım, digərləri qaldı. İndi translates. İndiki sadə zamandır. İndiki sadə əmizar. Əmizar sadəcə B-dədir. 35-ə baxırıq. Zey, eyni olanı çıxdım. Qaldı 3 cavabım. Build, T var. Build, D-la olan, indiki zamanda T-la olan keçmiş. Sadə keçmişdirsə bizə E variantı was were lazımdır. 36-ya baxırıq. Tom, baxın, Tomla eyni olanları çıxacaq. Qalanları qalır. İndi baxıram, send dedik, keçmişdi, was were. Bu gələcəkdir, bitmişdi, was were yoxdur, A olacaq. Məchul növə çeviri isə mütləq to be olmalıdır. 37-yə baxırıq. Aha, 37-ci sualda mübtəda eyni olanı çıxıram mən birinci. Digərləri qalsın. Will meet dedik, olacaq will be met. Sadəcə B-ni artırıram, meet-i də participle to'ya keçirdirəm. O da sadəcə A variantındadır, digərləri yox. Baxırıq 38-ci suala. V ilə başlayanı çıxdım. Yaxşı çıxamadım bir dəqiqə. Aha, digərləri qaldı. İndi dedik will finish nə olacaq? Will be finished. Will be finished olacaq B. Zaten will qalan heç birində yoxdur. 39-a baxırıq. People, mübtəda eyni olanı çıxdım. Qalanları qaldı. Play, indiki sadədir. İndiki sadədə is-dir, əmizar. Bu keçmişdir, bitmişdir, gələcəkdir. 40-a baxırıq. Aha, Helen, eyni olanı çıxdım. C-ni, qalanları qaldı. Washes, indiki sadə zamanda bizə am, is, are. Bunlardan biri lazımdır. O da Y variantındadır. Gələcək, keçmiş, bitmiş. Baxırıq 41-ə. Aha. Met. Met nədir? Keçmiş zaman. Meetin, bayaq dedik. Meetin keçmişidir. Was were lazımdır bizə. İndiki bitmiş. To be'si yoxdur. Bu da bitmişdir. A olacaq. 42-yə baxırıq. Deməli, 42-də hər biri paper ilə başlayır. Made. Keçmiş zamandır. Sadə keçmiş. Was were lazımdır bizə. Gələcək, bitmiş. İndiki, bu da bitmiş. İndiki deyəni, yəni sadə.
43. Z olan bunu çıxdı. Gəlin görək başqa var. Aha, bunu da çıxdım Z olan. Burada da to be yoxdur, bunu da çıxıram. Düzdürmü? Gəlin indi baxaq bura. Xəbərimiz discussed edirsə was were lazımdır. Bu olmayacaq. Buradakı cavab olacaq. E variantı. Was discussed. 44-ə baxırıq. 44. Mübtədaya görə çıxacağım variant yoxdur. Xəbərə baxıram. Teaches. İndiki sadə zaman am is are. Bunlar lazımdır. O da E-dədir sadəcə. 45-ə baxırıq. 45-ə baxırıq. People. Eyni olanı çıxıram. C-ni çıxdım. Digərləri qaldı. Learn. İndiki sadə zamandır. İndiki sadə zaman am is are-dır. Olacaq D. 46. Aha, deməli, burada baxırıq. Mübtədaya görə heç birini çıxmıram. Xəbərə baxıram, has written, olacaq has been ya da have been. Mübtədam stories cəmdir deyə have been written olacaq. Yəni, D variantı, had olmaz. 47-yə baxırıq. Zey, eyni olanı çıxacaq, bunu. Digərləri qalır. İndi opened ed var, was were lazımdır bizə. Olacaq A variantı. 48-ə baxırıq. 48-də coffee ilə başlayır. Aha, Z mübtədaya görə heç birini çıxmıram. Grow indiki sadə zamandır. Yəni əmizar lazımdır bizə. Olacaq D. To be yoxdur, bitmişdir, keçmişdir, gələcəkdir. Baxırıq 49-a. Deməli 49-da baxırıq mübtədaya görə E-ni çıxıram. Digərləri qalsın hələ ki. İndi xəbərimizə baxaq. Had sold olacaq had been sold. Had been sold bu are-dır, bu heç, were-dır heç. Bu da have-dir heç. Bizə had been sold lazımdır D variantı. 50-ci suala da baxaq. 50-ci sualda deməli mübtədaya görə heç birini çıxmıram. Broke keçmişdir, sadə keçmiş. Was were lazımdır bizə. O da sadəcə D variantındadır. Davam edirik 51-ci sualla. 51-ci suala baxaq. Mübtədaya görə heç birini çıxmıram. Onda xəbərə baxaq. People witness. Witness indiki sadə zamandır. Bizə lazımdır nə? Am, is, are. Were-dür heç. Bir dəqiqə. Burada to be yoxdur. Burada da were-dür. Getdi, have-dir. Olacaq E variantı. Am, is, are. 52-ci suala baxırıq. 52-ci sualda deməli gəlin xəbərə baxaq. 52-ci suala baxaq. Found keçmiş zamandır. Keçmiş zaman bu indikidir. Qaldı 3 dənə variantımız. İndi baxırıq. Bir cümlədə 2 inkar olmaz. D variantında ümumiyyətlə inkar yoxdur. Cümləmiz isə inkardır. Ona görə olacaq A variantı doğru cavab. 53-cü sualımıza baxırıq. Mübtədaya görə Y variantını çıxıram. Digərləri qalır. Xəbərə baxıram. Will pack olacaq. Will be packed. Bu getdi. 2 variant qaldı. A və D. Will be packed. Burada da zen var. Dedik Z bura keçəndə by ilə keçir. Ona görə səhvdə olacaq A variantı. 56-cı suala baxırıq. Bu niyə belədir? Yoxsa 54-ə baxırıq. 54-cü suala baxırıq. Mübtədalarımız eynidir, dəyməyəcəyik. 8 keçmişdir. Sadə keçmiş. Bizə lazımdır was were. Getdi, qaldı bunlar. Düzdürmü? Switch cəmisə was olmaz. Qaldı 2 variant. C və D. Baxıram, were-in zem hissəsi fərqlidir. Zem deyəndə söhbət uşaqlardan gedir. Uşaqları zem olaraq keçirdib və keçirsə belə by ilə keçirməli idi. Ona görə olacaq D variantı. 55-ə baxırıq. Mübtədaya görə heç birini çıxmıram. Xəbərə baxıram. Have planted olacaq. Have been planted. Have been planted də sadəcə B-dədir. Burada həddir. Burada da been yoxdur. Bu da həddir. 56-ya baxırıq. Mübtədaya görə heç birini çıxmıram. Onda xəbərə baxıram. Have announced. Olacaq. Nə? Have been announced. Bax, həddir getdi. Bu da həddir. Digərləri də zaten deyil. Have been announced. A variantı. 57-ci suala baxırıq. 57-ci sualda mübtədaya görə heç birini çıxmayacağım. Onda xəbərə baxıram. Have calculated. Deməli, burada olacaq have been
olacaq. Have been də hansı variantdadır? Sadəcə Y variantındadır. Bunlar heç, burada da həddir. 8-ə baxırıq. Mübtədaya görə heç birini çıxmıram. Is painting. Baxın, indiki davam edici zamandır. İndiki hissəsinə görə əmizarları saxlayıram. Bunlar çıxdı. Baxın, arılar qaldı, düzdürmü? Dedik, davam edici zamanda da being işlənir. Ona görə bu getib being olanlar qaldı. İndi hansılar qaldı? C və D, düzdürmü? Gəlin arasındakı fərqə baxaq. Eyni gedir. Bir dənə burada fərqli olan hördür. Yəni şeyini cümlə sonunda hör olaraq keçirdirsə, bayla keçirməlidir. Yoxdur deyə səhvdir, doğru cavab C variantı olacaq. Davam edici zamanda bizə lazımdır being. 59-a baxırıq. Baxın, yenə də is drawing var. Ən birinci gəl mübtədaya görə bu iki variantı çıxaq. İndiki zamanda deyə bunlarda çıxdım. Sadəcə qaldı is being drawn. Baxırıq 60-cı suala. Mübtədamız Z idi. Z-yə görə heç birini çıxa bilmirəm. Onda xəbərə baxıram. Are building. İndiki davam edici yenə də. Baxın, burada being olardı. Davam edici olduğu üçün being. Bu heç. Bitmiş zamandır. Bu da heç. Is being built. E variantı. 61-ə baxırıq. Mübtədaya görə heç birini çıxmırıq. Yəni, indiki zaman hissəsini tapaq. Bu keçmişdi, bitmişdi, bitmişdi. İkisi qaldı. İndiki zamanda davam edici olduğu üçün də being lazımdır. Bizə olacaq E variantı. 62-yə baxırıq. Deməli, mübtədaya görə heç birini çıxmıram. İndiki zaman hissəsinə görə gəlin variantları çıxardaq. Is və are qalsın. Davam edici olduğu üçün də bizə being lazımdır. Burada yoxdur, olacaq A variantı. 63-cü suala baxırıq. 63-cü suala görə şey, mübtədaya görə D-ni çıxıram sadəcə, digərləri qalsın. Is, indiki zaman hissəsinə görə bitmişi çıxdım. Bunu da çıxdım, bunu da çıxdım. Elə təkcə bura görə A variantı is being. Is varsa cavabımda əmizardan biri olacaq. 64-ə baxırıq. Mübtədaya görə bunu çıxdım. Aha, baxın, davam edici zamansa burada being olardı, yoxdur. İndi gəlin digər suallarımıza baxaq. Üzr istəyirəm variantlarımıza. Mübtədamız şey eyni olan, bunu da çıxdım. Bu indiki zamanda bizə keçmiş lazım idi. Were being olacaq E variantı. 65-ə baxırıq. 65-də mübtədaya görə D-ni və Y-ni çıxıram. Digərləri qalır. Was listening. Deməli, burada da was-dursa bizə was were. İkisindən biri lazımdır. Bunu da çıxdım. Qaldı bu ikisi. Davam edici zamanda being var deyə B-ni götürəcəm. 66-cı suala baxırıq. Mübtədası eyni olanları çıxaracam. Mən birinci bu ikisini çıxıram. 3 variantım qaldı. Xəbərim asked ed var. Was were lazımdır bizə bu ikisi. Və bu sadə zamandır. Davam edici deyil. Ona görə olacaq B. 67-yə baxırıq. Mübtədası eyni olanları çıxıram mən birinci. Bu ikisi getdi, düzdürmü? Qaldı 3 variantım. Was sending. Was-dursa cavabım da was were lazımdır. Bu da getdi. Qaldı were olanlar. Davam edicidirsə də being olacaq. B variantı. 68-ci suala baxırıq. 68-ci sualda mübtədaya görə heç birini çıxa bilmirəm. Onda xəbərimə baxıram was-dur. Cavabda mənə was were lazımdır. Gəlin baxaq. Burada are-dır. Sonra burada verb qalsın hələ ki. Burada are-dır, have-dir. Burada were-dur. Deməli, 2 cavabım qaldı. Were made, were being made. Baxıram, making, ing davam edici deyə being olacaq E variantı. 69-cu suala baxırıq. Mübtədası eyni olanları çıxırıq. Qaldı bu 3 variant. Have forgotten olacaq ya have been ya da has been. Been-i yoxdur. Burada da is ümumiyyətlə olacaq da has been forgotten. 70-ə baxırıq. Nick mübtədaya görə sadəcə bunu çıxıram. Digərləri qalır. Xəbərə baxıram. Was translating. Was-a görə was were qalmalıdır cavabda. Bir dənə izi çıxıram. Qalanlarında was-dur. Translating ing olduğu üçün bizə being lazımdır. Bu ikisində yoxdur, olacaq C. 71-ci suala baxıram. Mübtədaya görə heç birini çıxa bilmirəm. Onda xəbərə baxıram. Were cleaning. Were-dürsə cavabda da bizə was were lazımdır. Bu ikisini çıxdım. Was were olanlar bunlardır. İndi xəbərim house təkdir deyə, mübtədam üzr istəyirəm. Təkdir deyə xəbərim cəm ola bilməz. Ona görə was olanlar qalır. Cleaning davam edici deyə being lazımdır bizə B variantı.
72-ci suala baxıram. 72-ci sualda mübtədaya görə heç birini çıxmıram. Import xəbərə baxıram. İndiki sadə zamandır. Bu keçmişdir, keçmişdir. Bitmişdir ümumiyyətlə. Bizə indiki sadə, yəni əmizar lazımdır. Baxın bu. Being nə zaman olardı? Davam edici. Cümləm isə davam edici deyil. Olacaq nə? E variantı. 73-cü suala baxırıq. Mübtədaya görə heç birinin çıxa bilmirəm. Xəbərə baxıram. Export. İndiki sadə zamandır. Bu davam edici olardı. İndiki zaman deyəndə əmizar yada düşür. Bu da getdi, bu da getdi, bu da getdi. Elə olacaq. C variantı. 74-cü suala baxırıq. Aha, mübtədaya görə, yuya görə bu ikisini çıxdım. Onu belə yaxınlaşdıraq biraz. Ehtiyacımız yoxdur onlara. Qaldı bu üç variant. Must pay. Yadınızda qalsın. Modal feillərin məf'ulu be ilə düzəlir. Bu da paid olacaq. Çünki qaydasızdır. Must be paid. Be'si yoxdur. Burada ümumiyyətlə must yoxdur. Olacaq B variantı. 75-ə baxırıq. Mübtəda Z eyni olanları çıxacağım. Bu ikisi getdi. Qaldı painted. Mübtədaya baxıram. Ed varsa was were lazımdır. Bizə burada ümumiyyətlə to be yoxdur. Burada da isdir. Olacaq C. 76-cı suala baxırıq. Mübtədası eyni olanı çıxacaq ən birinci, yəni B variantını. Sonra xəbərə baxırıq. Has corrected olacaq. Has been ya da have been. Bunlar getdi zaten. Burada da been yoxdur. Olacaq D variantı. Have been corrected. 77-ci suala baxırıq. Ən birinci mübtədası eyni olan varmı? Yoxdur. Onda xəbərə baxırıq. Is checking up. Is varsa cavabda əmizar olacaq. Olmayanları çıxıram. Qaldı is checked, is been checked. Davam edici zaman deyə bizə being lazımdır. E olacaq, doğru cavab. 78-ci suala baxırıq. Mübtədaya görə heç birini çıxa bilmirəm. Bayaq dediyim modal feillər necə düzəldi? Be artırdıq, should be. Bu da bought olacaq, qaydasızdır. Should be bought. Burada be'si yoxdur. Olacaq E variantı. Bu ümumiyyətlə fərqlidirlər. Should be bought sadəcə. 79-cu suala baxırıq. Mübtədaya görə heç birini çıxa bilmirəm. Onda birbaşa xəbərə baxıram. Must finish olacaq. Must be finished. Can be, will be, had to be ümumiyyətlə. Qaldı bu ikisi. Must be. İndi baxın. Must be hissəsi doğrudur. Finish yox, finished olmalıydı. Çünki participle to olmalıdır. Qaydamız belədir. To be üstə gəlsin participle to. 80-ə baxırıq. Mübtədaya görə sadəcə baxın. Bunu çıxıraq. Biraz yaxınlaşdıraq. Digərləri qaldı. İndi must pay dediyi olacaq. Must be paid. Bu getdi ümumiyyətlə. Be'si yoxdur. Will be-dir. Olacaq da. 81-ci suala baxırıq. Mübtədaya görə heç birini çıxmıram. Should take. Bu kodları çıxır ümumiyyətlə. Qaldı bu 3 dənə. Düzdürmü? İndi biz dedik be artırırıq. Be yoxdur bunlarda. Olacaq. Baxın bu. A variantı. To olmaz. Should be taken olmalı. 82-yə baxırıq. Mübtədaya görən birinci heç birini çıxa bilmirəm. Has parked olacaq ya has been ya have been. Been yoxdur. Haddir. Was'dur. Has been sadəcə burada da E variantı. Bu da isdir. D variantı üzr istəyirəm. 83-ə baxırıq. Mübtədaya görə the judge. Mübtədaya görə sadəcə E-ni çıxıram deyəsən. Ha, E-ni çıxdım sadəcə. Yaxınlaşdıraq. Has avoided olacaq ya has been ya have been. Bu haddir. Digərləri qalsın have been. Bu da has been. Onda mübtədamıza baxaq. Baxın. Poems cəmdir. Uzlaşaq. Burada isə the olsa. Burada deməli məsələ nədən ibarətdir? Bir dənə cümləni təhlil edeyim. Aha. Burada cümlənin tamamlığı, baxın budur. The author of the lyric poems. Yəni lirik şeylərin müəllifi. Deyir ki, hakim müəllifi mükafatlandırdı. Yəni mükafatlanan müəllifdir. Şeirlər yox. Ona görə bu yanlışdır. Olacaq nə? D variantı. The author of the lyric poems. Və biz demişdik ki, söz öndən əvvəlki söz təkdir deyə həz olur. Doğrudur.
84-cü suala baxırıq. Mübtədamız eyni olan our soldiers. Baxın, bu getdi, bu da getdi. Digərləri qalsın. Defeated ed keçmişdi. Bizə lazımdır was, were. O da sadəcə C variantındadır. 85-ci suala baxırıq. Our teacher. Eyni olan, baxın, budur, getdi, budur, getdi. Digərləri qalır. Chose keçmişdi, indiki zamanda 2 onandır. Bu keçmişdi. Keçmişdirsə bizə was, were lazımdır. O da D variantı, was chosen. 86-cı suala baxırıq. 86-cı sual pis skan etmişəm. Deməli, ən birinci mübtəda görə heç birini çıxa bilmirəm. Baxırıq onda xəbərə both keçmişdi. By fe'linin keçmişidir. Yəni bizə was, were lazımdır. D. Y, bax, Y də buradadır. Beləyək. İndi baxıram, qaldı B, C və Y variantı, düzdürmü? İndi binlə işlənməz, qaldı C və Y variantı. Gəlin baxaq fərqinə. C'də a lot of butter was bought for the party. A lot of butter was bought them var burada. Z dedik cümlə sonuna keçəndə by ya da with ilə keçir. Yoxdur deyə səhv olacaq C variantı. 87-ci suala baxırıq. Mübtədası eyni olanı çıxdım. Scolded ed keçmişdir deyə was, were lazımdır bizə. Olacaq C. 88-ci suala baxırıq. The teacher eyni olanları çıxaq, gəlin. Bu qədər. Baxıram xəbərə asked ed var. Was, were lazımdır bizə. Olacaq Y. 89-cu suala baxırıq. Mother. Mübtədaya görə çıxa bilmirəm. Xəbərə baxıram. Will pack olacaq. Will be packed. Will olan zaten bir dənə A variantındadır. 90-a baxıram. Mübtədaya görə çıxa bilmirəm. Will finish olacaq. Will be finished. O da sadəcə ilə E variantındadır. Digərlərində yoxdur. 91-ci suala baxırıq. Mübtədaya görə çıxa bilmirəm. Will translate olacaq. Baxın, will bu iki variantdadır. Bizə də birli lazımdır. Eyni qala bilməz, olacaq E. A variantı. Eddə. 92-yə baxırıq. Mübtədaya görə çıxacağım nəsə yoxdur. Xəbərə baxıram. Will win. Olacaq nə? Baxın, burada biz yoxdur və bu da participle to deyil. Is-dir. Has-də olacaq. The will be one. Bu da was deməlidir. 93-ə baxıram. Mübtədaya görə A variantını çıxdım. Aha, baxın, don't sell-dən gördüm ki, indiki sadə zamanda bizə lazımdır. Əmiz ar. O da sadəcə D variantındadır. 94. Mübtədaya görə çıxmıram. Xəbərə baxıram. Have invited. He olduğu üçün he ilə has uzlaşır. Has been olacaq variantlarda. Bu getdi. Burada da been yoxdur. Qaldı bu ikisi. Has been invited. Aha, burada as fərqlidir. V-ni cümlə sonuna as olaraq keçirdi obyekt halda. By ilə keçirməlidir. Yoxdur deyə səhv olacaq C. 95-ci sualı baxırıq. Mübtədaya görə çıxmıram bu iki variantda. Wrote keçmişdi. Bizə was, were lazımdır. Bu getdi. A variantı ola bilər. Gedək o tərəfə baxaq. Orada da heç bir olmasa A olacaq, doğrucaq. He olanları çıxacam, bir də was, were olmayanları. Baxın, he-ni çıxdım. Bir də was, were olmayanı, bunu da çıxdım. Qaldı Y variantı. İndi him var. Him nədir? Him burada cümlənin əvvəlində idi də. Düzdürmü? Mübtəda idi. Him olaraq keçirdi, by ilə keçirməli idi. By yoxdur deyə o səhv idi, olacaq variantı. 96-cı suala baxaq. Mübtəda eyni olan yoxdur, ona görə çıxarmıram. Borrow indiki sadə zamanda əmizar lazımdır. Qaldı A və Y variantı. Fərqi zemdir. Z cümlə sonuna by ilə keçirdi. Yoxdur, olacaq A variantı. 97 mübtəda A idi. Bu getdi. Qalır digərləri. Have seen olacaq. Have been ya da has been. Baxırıq. Bu getdi. Burada been yoxdur. Have not seen'dir. Been yoxdur. Qaldı bu ikisi. İndi baxıram, burada no var. İki inkar olur, olmaz. Olacaq D variantı. Bu
Burada da Nova'ya var idi deyə. Bir inçar var. Burada da bir inçar var. 98. Mübtədaya görə heç birini çıxa bilmirəm. Doesn't paint-dən gördüm ki, indiki sayda zamanı bizə lazımdır. Am is are. Am is are ikisindədir. Being nə idi? Davam edici. Bu isə saydadır. Olmaz. Olacaq E. 99-a baxırıq. Mübtədaya görə çıxa bilmirəm. Onda xəbərə baxıram. Have picked. Olacaq ya have been ya has been. Burada da been yoxdur. Olacaq B. 100-ə baxırıq. Today has. Today zaman zərfidir. Mübtəda burada most people'dır. Eyni olan varmı? Yoxdur. Onda xəbərə baxırıq. Are using. Are-dan bildim indiki zamanda əmizar axtaracaq. Aha, digərlərində var. İndi using ing-dirsə being axtaracağım. Bu being ümumiyyətlə işlənməz. Burada da yoxdur olacaq. B variantı is using, is being used. Davam edirik 101-ci sualla. Baxırıq, doktəsi mübtədaya görə C variantını çıxırıq, D variantını çıxırıq, digərləri qalır. Xəbərimizə baxırıq, are always using. Baxın, indiki davam edici. İndiki hissəsinə görə əmizar axtaracağım. Elif suala B variantı, are always being used. Baxıram 102-ci suala. The doktəsə görə, mübtədaya görə A-nı çıxıram. Bir də Y-ni çıxıram. İndi are trading, indiki davam edici. Ara görə əmizar axtaracağım. Qaldı ikisi. Bu ing olduğuna görə də being. C variantı. 103-cü suala baxırıq. People-a görə sadəcə Y variantını çıxdım, digərləri qaldı. Are discovering. Aha, bu olacaq. Have were çıxdım, çünki mənə əmizardan biri lazımdır. Davam edici də dedik, being işlənir, olacaq B variantı. 104-cü suala baxırıq. People, eyni olan, bunu çıxdım. Vəsə. Are using. Ara görə əmizar axtaracağım. Was-u çıxdım, digərləri qalsın. Davam edici olduğuna da being. Burada var, burada yoxdur. Bir də burada var. İndi gəlin baxaq. Aha, söhbət burada aspirindən gedir. Baxın, tamamlıq aspirindir. Aches and pains bu xəbərdən sonradır. Deyir ki, ağrıları dayandırmaq üçün bu məqsəddir. Zərflikdir. Ona görə bizə bu yox, bizə lazımdır aspirin. Aspirin istifadə edir. Deyir ki, insanlar aspirin istifadə edir. Yəni, aspirin istifadə edilir. A variantı olacaq. 105-ci suala baxırıq. Ay, eyni qalan budur, bir də budur. Qalanları qalsın. Advice, indiki sayda. Mənə lazımdır əmizar. B variantı. 106-ya baxırıq. Mübtədamız the teacher, eyni olanları çıxacağım. Bu getdi, bu da getdi. Digərləri qaldı. Told, keçmişdi, telling. Keçmişi, told. Bizə lazımdır was, were. D variantında. Were told. 107-yə baxırıq. The director, eyni olanı çıxacağım. Yoxdur. Will hold. Nə olacaq? Will be held. Will be lazımdır bizə. Is-dir, be-si yoxdur. Will be də zaten təkcə buradadır. D variantı. 108-ə baxırıq. The couple eyni olan A-nı çıxıram. C-ni çıxıram. Digərləri qalır. Will arrange olacaq. Will be arranged. B-si yoxdur. E variantıdır. Will be. 109-cu suala baxırıq. The company eyni olan varmı? Bir dənə C variantı da çıxdım. Bir də Y variantı. Digəri qaldı. Hired. Keçmişdir. Was, were lazımdır bizə. Arı çıxdım. Hədi çıxdım. A olacaq. Were hired. 110-cu suala baxırıq. The carpenter. Eyni olan yoxdur. Onda is making-ə baxırıq. Is-ə görə əmizar axtaracağım. Aha, qaldı bu ikisi. İndi making davam edici deyə being olacaq. C. 111-ə baxırıq. The engine eyni olan yoxdur. Engine driver yoxdur. Is driving-ə baxırıq. Is-ə görə əmizar axtaracağım. Bunu çıxdım, bunu çıxdım. Bu izlər qaldı. Driving olduğu üçün being lazımdır bizə. Yəni B variantı. Bunlar yox. 12-ci suala baxırıq.
She told me hissəsi qalacaq. Çünki baxın, baş cümlədir. Bizə bu hissəni dəyişmək lazımdır. She eyni olanı çıxıram ki, yoxdur. Onda had written-a baxıram, olacaq had been. Getdi. Burada da been yoxdur. Bir dənə A variantındadır. Had been written. 13-ə baxırıq. 113-ə. Mübtədaya görə çıxacağım variant yoxdur. Onda xəbərə baxıram. Was giving. Was-a görə was were lazımdır bizə. İki cavab da var. Giving olduğuna davam edici being lazımdır. Olacaq C. 114-ə baxırıq. Mübtədaya görə çıxacağım bir şey yoxdur bu iki variant arasında. Was olduğuna bizə was were lazımdır. İkisində çıxdım. Bir də ing var deyə being olacaq. Yəni belə olmalıdır da. Ya was were being directed. Gəlin baxaq görək. Baxın being olan buradadır. Burada being yoxdur. D variantı. 15-ə baxırıq. They eyni olan bu getdi. Vəsə. Are shooting. Ara görə əmizar axtaracağım. Aha, qaldı bu ikisi. Davam edici deyə bizə being lazımdır. Y variantı. 16-ya baxırıq. They eyni olanları çıxacağım. Are making. Are hissəsinə görə əmizar lazımdır bizə. Bu qalsın. Sonra bu da qalsın. Was getdi, bu da getdi. Bizə əmizardan biri lazımdır. 2 iz qaldı. İndi baxırıq davam edici deyə being olanı götürəcəm. Bunu yox. A variantı. 117-ci suala baxırıq. Deməli, the Red Cross eyni olan A-dır, getdi, D-dir, getdi. Digərləri qalsın. Sent tına keçmişdi deyə bizə was were lazımdır. Was da be-lə işlənməz. Burada sayda zamanda being ing olsaydı burada işlənərdi, olacaq B variantı. 18-ci suala baxırıq. Aha, zəmanə görə çıxacağım bir şey yoxdur. Cut-off-a baxıram. Cut-off hansı zamandadır, necə bilirəm? Cut-ın indiki və keçmişi də eynidir. Cut. Dəyişmir. 3 forması da cut-dır. Amma zəmən bilirik ki, 3-cü şəxsin təkidir. 3-cü şəxsin təkində indiki zamanda feilin sonuna S artırılır. S artırılmayıbsa deməli keçmişdir. Burada da artırılmayıb deməli keçmişdir. Yəni mənə lazımdır was were. Qaldı was cut, was being cut. Davam edici deyil ki, mən burada being götürəm, olacaq deyil. Sadə zaman. 119-cu suala baxırıq. Inspektor. Mübtədası eyni olan yoxdur. Xəbərə baxacağım. Checked up, ed var. Was were götürəcəm. İkisindədir. Bu davam edici olsaydı being götürərdim. Olacaq B. Sadə zamandır. 120-yə baxırıq. Tom Sawyer. Mübtədası eyni olan yoxdur. Onda xəbərə baxıram. Has painted olacaq. Has been ya da have been. Had yox. Been yoxdur. Bu da getdi. Bu ola bilər. Bu da ola bilər. Cümləmizə baxaq. Burada inkardır deyən, burada da inkar olacaq. D variantı. 121-ci suala baxırıq. Helen. Aha, baxın, Helen's bookdur bu. Helen deyil. Helenə görə sadəcə bunu çıxıram. Digərləri qalır. İndi should put nə olacaq? Should be olacaq. İnkar qoymuram. Çünki cümləmdə heç bir inkar yoxdur. Arada bizə should be lazımdır. Be'si yoxdur, olacaq. D variantı. 22-yə baxıram. Polisə görə çıxacağım. Sadəcə budur. Digərləri qalır. Must olacaq. Must be. Be'si yoxdur. Bu ümumiyyətlə must deyil. Olacaq B variantı. 123-ə baxıram. Aha. Deməli, mübtədaya görə çıxacağım yoxdur. Onda xəbərə baxıram. Had built olacaq. Had been. Had been də sadəcə E-dədir. 124-ə baxıram. Aha, today-yə görə çıxmır. Çünki burada today zaman zərfidir. Mübtəda olan burada everybody, hər kəs. Burada isə new information-dandır. Bu ola bilər. Qalsın bu, gedək o bir tərəfə. Deməli, xəbərimizdə də baxaq, everybody olanı çıxacağıq. Bir də use this, indiki sayda zamanda əmizar olanları seçəcəyik. Mübtədası everybody olan yoxdur. Amma gəl indiki zamanları saxlayaq, əmizarı. Digərlərini çıxaq. Qaldı. Burada niyə is got verim ki? Fe'lim uses idi.
is used olmalıydı. Hansılar qaldı? Deməli, C-yə baxırıq, C deyil. Cümlə o tərəfdə. Aha, baxın, burada mübtəda eynidir. Çıxdım. Qaldı C və A. İnternet birində, internet də birində, informationdur. Bizə isə lazım, baxın, xəbərdən sonra gələn internetdir. Yəni, deyir ki, günümüzdə demək olar ki, hər kəs interneti istifadə edir. Yəni, internet istifadə edilir, yeni informasiya yox. Yeni informasiya əldə etmək üçün o məqsəddir. Bizə internet olan lazımdır, yəni C variantı. 125-ci suala baxırıq. Helen put eyni olanları çıxacam. Baxın, mübtəda Helen'dir, çıxdım. Bunu çıxmıram, çünki Helen'in notebookudur bu. Qalanlar qalsın. İndi put. Baxın, putun demişdik 3 forması da eynidir. Put. Helen 3-cü şəxsin təkidir. İndiki zaman olsaydı S olardı. Helen puts. Yoxdur deyə keçmişdi. Bizə was were lazımdır. O da C variantında. 126-ya baxırıq. Yenə də eyni məsələdir. Kat. Ən birinci pol olan yoxdur. Onda kata baxırıq. Kat dediyi 3 forması da eynidir. İndiki zaman olsaydı sonunda S olardı. Yoxdur deyə bildim keçmişdi. Bizə was were lazımdır C variantı. 127-yə baxırıq. He said that dediyim baş cümlədə olduğu kimi qalacaq hər birində. Biz dəyişəcəyik. They had planted. Z olanları gəlin varsa çıxaq. Yoxdur. Onda had planted olacaq had been. Had been olanları saxlayaq. Bax, would be-də çıxdım. Were-də çıxdım. Have-də çıxdım. Will be-də çıxdım. Amma baxın, burada had been planted A qalacaq. 128-ci suala baxırıq. Mübtədamız Z idi. Eyni olanları çıxıram. Digərləri qalır. Invited. Bizə was were lazımdır demək ki. Burada ümumiyyətlə to be yoxdur. Had been-dir. Lazım deyil bizə. Bizə was were lazımdır. Baxın, burada da were invited E variantı. 129-cu suala baxırıq. Mübtədamız eyni olanı çıxıram. Nobody. Digərləri qalsın. Paid keçmişdir. Pay fe'linin keçmişidir. Paid. Bizə was were lazımdır demək ki. Bu qalsın. Bax, buna çıxdım. Bu da qalsın. Bu da qalsın. Cümlələrimizi analiz edək. 2 variantı çıxmış hələ ki. Məsələn. Bax, burada bir inkar, bu da 2 inkar olmaz. Qaldı 2 variant. A və C. İndi ikisinin arasındakı fərqə baxaq, elə də tapmaq asan olacaq. The girl selling flowers in the street. Yaza da bilərik, yazmaya da bilərik. Bir fərq yoxdur. Was paid, wasn't paid. Fərq odur ki, bu inkardır, bu təsdiq. Cümləm inkardır. Onda inkar götürəcəm A variantı. 130-a baxırıq. Mübtədası eyni olan the coach olanı çıxacağım. Yəni bunu. Digərləri qalır. Is training. Is-dirsə bu hissə görə əmizar saxlayacağım. Digərlərini çıxacağım. Qaldı A və C variantı. İndi training davam edicidir. Being lazımdır C. Hələlik bu qədər. Video çox uzanır. Ona görə burada saxlayıram. Yerdə qalan hissəsini, digər hissəsini isə videonun ikinci hissəsində paylaşacağım. Sağ olun, salamat qalın.